Müştərilərimizi maarifləndirməklə bazarı dəyişirik. Hər zaman tikintidə ehtiyac duyulan diklərdən danışacağıq. Harada tikinti sahəsi varsa, istər keçmişdə, istərsə də bugün də mütləq şəkildə müraciət edəcəyimiz yeni bir material deyil bu. Keçmişdə də istifadə olunurdu, bugün də istifadə olunur. Söhbət diklərdən gedir. Bugün də tikintidə diklərə müraciət olunur. Çalışacaq ki, sizə A'dan Z'yə bu diklər haqqında məlumat verək ki, siz də əziz dostlar aldanmayasınız. Bu sizə təqdim edədiyimiz diklər hal-hazırda qarşısında durduğumuz 15-lik dikdir. Bunlar demək Rusiya Federasiyasına istehsal olunur və Azərbaycana bizim MT inşaata satış üçün gəlmişdir. Hal-hazırda bunların ölçüləri, müxtəlif ölçülərimiz var. 3-dən 20-yə kimi. 3-lük, 5-lik, 7-lik, 8-lik, 9-luq, 10-luq, həmçinin düz 20-yə kimi razmerlərimiz var. Hal-hazırda burada da var. Məsələn, bax, bu 15-likdir, bu 18-likdir. Bu qalınlığından da hiss olunur, onsuz da... Və ağırlığından da hiss olunur. Hədsiz dərəcə ağır maldır, bəli. Həm də çox keyfiyyətli, özünüz görürsünüz, tər təmizdir. Hər iki yüzü tər təmiz olan dik məhsullarımızdır. Çox xadavoy satışı gedən mallardır. Bunların istifadə qaydası indi çox adam, düzdür, yeni istehsal olan pol taxtalarımız, yarımıqa deyirlər, erkək dişi taxtalarımız çıxmamışdan qabaq daha ən çox vurulan diklər idi, yəni pollara. Sırf polda istifadə edirlər, yəni müəyyən yerlərdə istifadə edirlər, amma ən çox ev pollarında istifadə olunurdu. İndi düzdür, pol taxtası ondan sonra yenə insanlar var, yenə buna üstünlük verir, yenə bu pol istifadə olunur. Amma indi daha fərqli, daha müasir dövrdə. İndi çox yerdə, hər ustanın bir ideyası olduğu üçün çox yerlərdə istifadə edirlər. Yəni bu belə diklər 15-lik, 17-lik, 18-lik, 20-lik hətta belə diklər, yəni tam səmərəli evdə hər bir şeyə yarayan bir məhsuldur. Yəni hər anda istifadə eləsəz öz bəhrəsini görür. Adətən pola vurulanın üstündən kimsə alır bunu, vurur dikə. İndi məsəl üçün yenə deyirəm, müasir zamanı olduğu üçün dəqiqə bunun 14-liyini, 13-liyini, 12-liyini və yaxud da ki 15-liyini alıb vururlar, üstündən laminat vururlar ki, yəni bu atda qalır, həm davamiyyətlidir, möhkəmdir, əsmə vermir. Bütün ölçülərimizdə var. Burada 18-dən söhbət gedirdi, daha sonra isə burada bizim 15 dikimiz var. Amma üzərində bir onun ştrix də var. Diqqət edin əziz dostlar, burada da 15-liyimiz var, orada da 15-liyimiz var. Ancaq bu 15 o 15-dən bəli, 1 milli qalındır. Fərqlənir. Biz bu belə deyək çəkilişlərimizdə tamaşaçılarımıza, dostlarımıza aldanmamaq üçün nələrə diqqət etmək lazımdır, nələri ön plana çəkmək lazımdır, nələrə daha çox diqqətli olmaq lazımdır ki, aldanmayasınız. 15-liklə 15-lik A arasında olan fərqi dostlara izah etməyə çalışaq. Dostlara izah eləyək. Hal-hazırda məsələn bizim MT inşaat olaraq satış ofisine yaxınlaşır. Hər hansı bir usta və ya hər hansı bir usta olmayan bir müştəri. Ki, qardaş, mənə 15-lik məsəl üçün 15-lik dik ver. 15-lik dik əslində iki cürdür. Müəyyən təkcə 15-dən getmir, yəni hamısı elədir. 15-lik dik deyiləndə, bax, məsəl üçün Alxanqes Ufa deyilən bir şey var, onu müəyyən ustalar bilir, müəyyən adamlar da bilmir. Bunu saç bazında işləyən insanlar bilir və yaxud da ki, profesional ustalarımız bilir. Bu, məsələn deyirlər, təmiz var, təmiz olmayan var. 15-lik Ufa 14-lik əslində. Amma 15-lik Alxanqes ki, təmiz 15-lik. Bəli. Ona görə əsas diqqət elədikləri şey bu olar və onların qiymət fərqi də var. Kimisi deyir, məsəl üçün, deyək ki, MT inşaatda dik, məsəl üçün, 15 manatdırsa, 15-lik. Amma məsələn, başqa bir yerdə 13 manatdır. Bu niyə belə oldu? Bu nətər olur? Amma söhbət deməli nədən gedirmiş də, əziz dostlar? Söhbət ondan gedir ki, təmiz ölçü demək, təmiz razmer mütləq şəkildə qiymətlə digərində fərqi olacaq. Ona görə də bəzi işbazlar rahat şəkildə müştəriləri aldada bilirlər. Məsələn, 15-lik olmayan ölçünü 14-lik əslində tam 14-lükdür, ancaq 15-lik adı ilə verirlər və təmiz 15-liyin qiymətini alırlar. Və mən olsaydım ümumiyyətlə bilməzdim. Yəni, hər ikisinin qalınlığına adətən əl vuranda əllə tam olaraq bilmək olur. Bunun üçün xüsusi ştanger lazımdır ki, onun ölçüsünü təmiz çıxardasan. Mən məsələn gəlsəydim bura 15-lik adı
ilə mənə dik versəydiniz, mən onun təmiz 15'lik olduğunu bilməyəcəkdim. Və mənim kimi nə qədər də insanlar var. Çünki bunun üzərinə xüsusi bir basması yoxdur. Xüsusi bir göstəricisi yoxdur ki, bunun üzərində yazılsın. O səbəbdən də aldanmamaq üçün, əziz dostlar, mütləq burada olan peşəkarlara müraciət etmək lazımdır. Sizə təmiz 15'lik lazımdırsa, sizə təmiz 10'luq lazımdırsa, 8'lik lazımdırsa, mütləq onu sizə çatdıracaqlar. Bəzi yerlərdə baş verən hallar MRT inşaatda heç bir zaman baş vermir. Yəni sizdən 14'lük adı ilə 15'lik verməyəcəklər və ya da təmiz 15'liyin pulunu almayacaqlar. Ona görə də diqqətli olmaq lazımdır və bu işin peşəkarları ilə gəlsəniz, mən əminəm ki, daha yaxşı nəticə verəcək. Hər bir dikin ölçüsü 1.52'nin 1.52'dir. Yəni kvadrat şəkildə olan bir şeydir. Sadəcə olaraq qalınlığına görə dəyişir. Təbii. Amma ölçü vahidi, yəni kvadrat şəkli dəyişmir heç zaman. Bu da var, bax 10'luq dikimiz var. Bax bu 8'lik dikimiz var. Bundan sonra bax bu 12'lik dikimiz var. Yenə deyirəm. Bizim əslində bura biz hərəsindən bir paska belə qoyuruq. Yəni məhsulumuz yanlış olur. Bir çəkiliş üçün sadəcə yerimiz geniş olsun. Var bazamız. Əlbəttə. Arxa sahəmizdə bazamız var. Hamısını ora yığırıq. Əgər buradan satış olduqca, qutardıqca bura gətiririk. Satışsa bəli, bura gətiririk. Ona görə də biz istənilən ölçü var. İstənilən ölçü. Sadəcə olaraq onsuz da bizim satış yoluna gələn müştərilərimizi əksəriyyət Mingəçevir cəmaatı olduğu üçün hamı tanıyır. Məsələn, dik hər kəs sual verilir. Təmiz istəyirsən, yoxsa kiri? Yəni 10 istəyirsənsə təmizini verək, yoxsa 9'unu verək. Onun çünki orada 1 milli sözü oynayır deyə. Orada indi müəyyən bir qədər dəyişir. Onu əslində müştərilərə söyləmək lazımdır, demək lazımdır. Yox, deyil, əlbəttə ki, yox, təbii MRT bir inşaatda bütün bunlar hamısı bilir söz yox, amma bilməyənə deyilir. Bütün bunlar deyilməlidir ki, daha sonra problem və çaşqınlıq yaranmasın. Çünki ola bilər insanlar var ki, sözün əsl mənasında hər şeyin ən dəqiqliyinə varırlar və hətta necə deyirlər, bəzi yerlərdə bazara üz tutan insanlar özləri ilə tərəzi götürürlər ki, digər yəni insanların çəkisinə inanmırlar və o səbəbdən elə müştərilər var ki, onlar xüsusi ölçü cihazları ilə, ştangellərlə, elə tərəzilərin özü ilə də belə gəlib öz məhsullarını çəkirlər və tam əmin olmaq üçün bütün bunları edirlər və elə bir dövrdə yaşayırıq ki, insanları aldatmaq olmaz. Onsuz da bu adamı aldatsan da bu belə deyə onunla üzləşəcəksən və bu problemi sən yaşayacaqsan və bir məkanın da adının yaxşı hallanmaması onun bütün sahələrinə öz mənfi təsirlərini göstərəcək. Ona görə də əziz dostlar, əziz bu işlə məşğul olan insanlar, müştəriləri heç bir zaman aldatmaq olmaz. Yalnız və yalnız düşünün ki, müştəri məmnuniyyəti qazanasınız. Nə qədər müştəri məmnuniyyəti qazanacaqsınızsa, bir o qədər də satışınız inkişaf edəcək və bir o qədər də ətraf bölgələrdə, digər yerlərdən sizə üz tutan insanlar olacaqdır. Əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, bax bu diklərdən həm döşəmələrdə, həm tavanlarda, həm evlərin ara kəsmələrində rahat şəkildə istifadə etmək olar. Keçmişdə də bu belə idi. Taxtalar olmadığından, bir qədər problem olduğundan bu dikləri bir-birinə sıx şəkildə vurmaqla üzərindən isə boya vururlar. Əslində uzun ömürlü olurdu. Bu gün də müasir tikintimizdə elə insanlar var ki, laminat adətən daş üzərindən vurulanda müəyyən vaxt keçir, deformasiya, uğrama kimi problemlər baş verir. Ancaq dik vurub üzərindən laminat vuranda o əsmələr, o deformasiyalar demək olar ki, sıfıra bərabər olur. Siz də bunu eləyə bilərsiniz və eyni zamanda tavanlarda da rahat şəkildə istifadə edən insanlar var ki, buna da kirli taxta deyirlər də. Çornipol vururlar və onun üzərindən dik vururlar. Həm qışda mənzilin bir qədər isti qalmasına, yayda isə sərin qalmasına gətirib çıxarır. Həm də necə deyirlər, o dam örtüyündə olan problemləri və damdan olan müəyyən tozun, su sızıntılarının qarşısını almaq üçün də yenidən istifadə etmək mümkündür. Yəni bir daha qeyd edilir, keçmişdə də bu diklərdən istifadə olunur, bu gün də. Hər bir sahədə yəni ümumiyyətlə istifadə olunur. Ümumiyyətlə bizim satışımız da yəni çox gözəldir, yəni diklərdən bağlı. İstənilən hər gün demək olar mütəmadi olaraq çox gözəl satışa malikdir. İstənilən ölçü olduğu üçün istənilən yerlərdə də istifadə olunur. Siz demiş, hər bir mebel avadanlıqlarında istifadə olunur. Ümumiyyətlə bir dəqiqə Novostrovkalarda beton tökməkdən ötəri bir dəqiqə ən çox istifadə olunan dikdir. Bəli, çünki bunun dikdən yığılan aprovkalar çox gözəl və çox etibarı olduğu üçün bəli, tamamilə doğru. Yəni müəyyən firmalar da bunlardan gəlib götürür. Ən çox elə 15'lik, 16'lik, 17'lik götürürlər ki, daimiyyəti yaxşı olsun deyə və çox mükəmməl diklər. Əgər yəni burada üzündən görünür, təmiz deyilən bir şeydir. Bir ləkəsi yoxdur üzərində. Heç adam bunu istifadə etmək istəmir, elə baxmaq istəyirsən. Ümumiyyətlə, bir dəqiqə bunu məsələn aparıb pola vursan, buna ehtiyac yoxdur şifovkaya da. Üstünü tərtəmiz elə, lakla geçsin.
Yəni baxın üzərində belə deyək, apilka qırıntıları və ya klişələr yoxdur ki, əlimizə barmağımıza nəyəsə dəysin. Çıxmış, ditdi, şipovkadan çıxmış. Birbaşa götürürsən, döşəməyə vurursan. Nəyə istəyirsən istifadə eləmə, nəyə istəyirsən istifadə eləməyə. Çünki faktdır bu, göz qabağındadır, hər şeyə yarardır. Əlbəttə. Yenə deyirəm, ölçülüyündən asılı olaraq hər şeyə yararıdır. Hər yerdə istifadə olunur. Və təbii ki, əziz dostlar, MRT Per inşaata üz tutursunuz, müraciət edirsiniz burada olan dəyərli dostlara, peşəkarlara. Onlar sizə məsləhət verirlər ki, mənzilinizdə harda, necə, nətər istifadə edə bilərsiniz. Əziz müştərilər, yolunuzu səbirsizliklə gözləyirik. MRT İnşaat, birlikdə çək.